Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbindədir. Onların yaşadığı mənalı ömür və keçirdikləri qəhrəmanlıq yolu daima yad olunur. Beyləqan rayonundan olan şəhid Gəray Soltanov da belə igidlərimizdəndir. 44 günlük müharibənin ilk günündən cəbhənin ön xəttində döyüşən qəhrəmanımızın həyat yoluna birgə nəzər salaq. Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqanın Dünyamallar kəndində dünyaya gəlib. O dünyaya gələn ili 1-ci Qarabağ müharibəsinin dəhşətləri yaşanırdı. Torpaqlarımız düşmən tərəfindən işğal olunmuşdu. Vətən müharibəsi başlayanda isə 27 yaşı var idi. Düşməndən qisas almaq, torpaqlarımızı işğaldan azad etmək neçə-neçə gənc kimi onun da arzusuydu. 2020-ci ilin sentyabrın 27-sində arzusu reallaşdı. Qızının doğum günündə müharibəyə yollandı. Onu nə qədər bir həylə yalvardım ki, getmə, balan var, sənin körpən var, cavan yoldaşın var. Dedi, mən o sözü özümə dedizdirə bilmərəm ki, deyəcəklər ki, Gəray qorxdu, qaçdı. Mən gedəcəm. O da getdi. Şükür, getdisə də şükür, balalarına şükür, düzdür. Torpaqlarımız da azad oldu. Heç olmasa qanları yerdə qalmadı balalarımızın. Böyük qızın o qədər çox istəyirdi ki, ondan nəfəs alırdı. Şəhid Gəray Soltanovun atası Xəlil Soltanov oğlunun döyüş yolunu qürurla xatırlayır və onunla fəxr etdiyini deyir. Füzuli Hadrut istiqamətində ağır döyüşlər getirdi orada və ayın 4-də şəhid oldu oğlum. Necə deyərlər, çox fərasətdir. Komandirlərinə də zəng gəldi, dedi, yaxşı uşaqdır, yaxşı döyüşçüdür. Belə deyim, yaxşı iştirak elədi. Torpaqlarımız azad oldu, şəhidlərin qanı yerdə qalmadı. Bütün Azərbaycan xalqı ağ günə çıxdı. Deyirdilər ki, 30 illik işğal altında olan torpağı azad elədik. Amma mən belə deyərdim ki, 30 il yox, 100 ilin qələbəsini bu şəhidlər qazandı. 100 ilin, bir əsrin qələbəsidir. Gəray Soltanov Füzuli istiqamətində gedən döyüşlərdə oktyabrın 4-də şəhid oldu. Özündən sonra 2 qızı əmanət qaldı. Gərayla bağlı çox xatirələrim var. Həqiqətən çox yaxşı həyat yoldaşı olub, çox yaxşı ata olub, qayğıkeş oğul olub. Yəni, çox hörmətli oğlu idi də Gəray. Gəray haqda nə qədər danışsam da yenə də azdır. Gəray Soltanovun xidmətləri, vətənin azadlığı uğrunda göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Füzulinin Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Jalə Gözəlova, Novruz Kazımov, Əntiqə Fərəcova, ASTV xəbər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.